Diş sonsuzluğu həm müasir tibbin, həm də əsas da bizim urologiya, andrologiya ixtisasının ən bəlalı yerlərindən biridir. Yəni bu nə deməkdir? İnsan ömrü uzadıqca, tibb inkişaf elədikcə, texnologiya inkişaf elədikcə, qida endüstrisi inkişaf elədikcə diş sonsuzluğu, yəni deyilməyəcək qədər həddən artıq dərəcədə artmış vəziyyətdədir. Yəni biz bunu gündəlik xəstə müraciətlərində də görürük. Qısaca diş sonsuzluğu ilə varikosel haqqında məlumat verəcəyəm. Varikosel diş sonsuzluğunun ən başlıca səbəblərindən biridir. Amma müsbət olan bir hal budur ki, varikoselə bağlı olan diş sonsuzluqlarında əməliyyat ilə bu sonsuzluğun aradan qaldırılma ehtimalı olduqca yüksəkdir. Biz klinikamızda bu əməliyyatı, yəni varikosel əməliyyatını özəlliklə müasir Avropa və Amerika protokollarının önərdiyi kimi mikroskop gözlük və ya varsa mikroskop bir ştativ altında icra edirik. Əməliyyat təxmini 40-60 dəqiqə çəkir. Xəstə bir gün sonra tam normal sağlam həyatına geri qayıda bilir. Əgər sizdə də diş sonsuzluğu və ya xayalarda ağrı, uzun müddət ayaqda durduqdan sonra artan ağrı varsa özəlliklə gec qalmadan uroloq, androloqa müraciət edə bilərsiniz.